Amma indiki gənclərdə belə deyil. Yox, məsələn, onların qarşısında o şərt yoxdur. Biri ilə evlənmək, heç kəslə münasibət girməmək. Yoxdur, hə. Heç özləri də onu istəmirlər. O da var bu arada. Orada Evlənmək- artıq xəyanət olmasa da şey olur da, sürətli partnyor dəyişmə tərəfinə keçir də. Yəni ki, 3 ay bir nəfərləndir, 5 ay bir nəfərləndir. Sonra Niyə və sizcə ayrılanda uzun da çox müddətli? rahat, hə, next time, o növbəti gəlsin, yəni. Və sizcə niyə insanlar uzun müddətli münasibət qura bilmirlər, yoxsa istəmirlər? Necə ki bizim dünya indi materialistik olub, yəni insanları bir yerdə saxlayan şey həmişə maliyyədir. O da bir müddətdən sonra hansısa tərəfə, çox vaxt kişi tərəfə uzun müddətli investisiya eləmək sərf eləmir. Yəni o ilkin investisiyasını elədi, istədiyi şeyi aldı, ondan sonra davam eləməyə, yeni bir şey əldə eləməyəcək, motivasiyası yoxdur. Amma yeni bir nəfərlə eyni şeyi təzədən başlamağa yenə də maraqlı bir motivasiya var da. Sən demək kişilər bizə də biznes kimi baxırmışdı. Əlbəttə, elədir. Yəni evlənməyəcəyin qadına yatırım eləmək istəmirsən. Əlbəttə, yəni ki, marağım nədir ki, yəni yatırdım, ondan geri dönüş nə olacaq? Yer başqasınınki olacaq. Hə də. Və yaxud indi evlənməkdə də eyni şeydir də. Evlənirsən, bizim qanunvericiliyə görə boşanandan sonra yarısını götürdü, Bəli, getdi. bəli. Yəni mən o vaxt o addıma ataram ki, bilirəm ki, o əminəm, o da mümkün deyil. Yəni ki, nə qədər əmin olursan ol, o həyat uzun müddət gedəndə hər iki insan dəyişir axı. Dəyişəndən sonra sən bir də ayrılsan 10 ildən sonra ki, sən başqa adamla bir yerdə yaşayırsan artıq. O 10 il qabaq ki, söz verilən, deyilən şeylər artıq yoxdur.